Bizə maddə kalsium verib, kütləsi M-dir. Kalium hidrid verib, kütləsi M-dir. Artıq miqdar su ilə reaksiyasından ayrılan hidrogenin mol miqdarı N1, N2-dir. Doğru münasibəti müəyyən eləyin. Gəlin baxaq. Kalsiumun su ilə reaksiyası H2O nə alınacaq? Kalsium hidroksid və hidrogen əmsallaşdıranda bura 2, bir də bura 2 yazırıq. Deməli, kalium hidrid üstə gəl H2O, buradan kalium hidroksid və hidrogendir. Eyni kütlədə götürəndə, gəlin baxaq, məsələn, normal bunu da 40, bunu da 40 götürsəm, yəni ml-lər AR qədər, buradan 2 mol alınacaq, mol miqdarı, buradan 1 mol alınacaq. Bərabər götürəndə buradan da görünür ki, N1 N2-dən 2 ədəd, 2 dəfə, üzr istəyirəm, çoxdur. Yəni N1 bərabərdir 2 N2-yə, cavabımız C variantı.